Herkese salam. 24 may keçirilən ikinci qrupların birinci şans riyaziyyat suallarının izahına birlikdə baxaq. Deyir ki, ABC üçbucağında AB ilə BD bir-birinə bərabərdir. Və bizə deyir ki, dəqiqə baxaq. AD 3'dür, DS 9'dur. ABC'nin perimetrini tapın. İndi AB ilə BD bir-birinə bərabərdir. Uyğun olaraq ABD üçbucağında BAD bucağından BDA bucağı bir-birinə bərabərdir. ABC üçbucağında da AC ilə BC bir-birinə bərabər olduğuna görə BAC ilə də CBA bərabərdir. Yəni bunlar da bir-birinə bərabər olacaq. Və bu zamanda uyğun tərəflərə görə, yəni iki tərəf bərabər olduğuna görə uyğun üçbucaqlar, yəni ABD üçbucağından ACB üçbucağı bir-birinə oxşardır. İndi uyğun tərəflərin nisbəti də bir-birinə bərabər olmalıdır. Yəni AB-nin AC-yə nisbəti AD-nin AB-yə nisbətinə bərabərdir. İndi bizə AD-ni 3 verib, DC-ni 9 verib, bərabər yan olduğuna görə, yəni AC ilə BC bir-birinə bərabər olduğuna görə burada 12 olacaq. İndi AB-miz neçə idi bilmirik, yəni onu istəyirdilə. AC-ni 12 verib, AD-ni 3 verib və buradan da AB-ni tapmalıyıq. AB-nin kvadratı 36'dan AB-miz 6 çıxacaq. AB 6'dır. Perimetrdə 12, 12, 6, yəni 30 olacaq B variantı. Baxaq növbətisinə. Bizə deyir ki, ABC üçbucağı var və B 90 dərəcədir. İndi çəkək. Bura B, bura A, burada C. Və bizə deyir ki, AB 5'dir, BC 12'dir, burada 90'dır. Bu fərqi istəyir. Bu fərq elə bizə AC vektorunu verəcək. Yəni CA vektorunu verir. Və bu da Pifagordan 13 çıxacaq C variantı. Qarşılıqlı tərs olması üçün biyyətə görə hasil 1 olmalıdır. İndi amma burada çevrilmiş olması üçün hər tərəfi A'ya bölməliyik. Yəni qısacası 3A plus 4'ün A'ya nisbəti bizə 1 verməlidir. Buradan 3A plus 4 bərabərdir A'ya və buradan da A'nı mənfi 2 tapırıq. Yəni A variantı. Perimetri 24 olan düzgün altı bucaqlının daxilinə çəkilmiş çevrənin radiusunu tapın. İndi düzgün olduğuna görə bütün tərəflər bərabərdir. Deməli, bir tərəfini tapanda perimetri ümumi tərəf sayına bölüb 4 taparıq. Və AOB bucağı da 60 dərəcədir. Və biz də bilirik ki, burada OA ilə OB radiusdur. Yəni ona görə bir-birinə bərabərdir. OK da hündürlükdür və burada 30, 60, 90 olduğuna görə A kökdə 3'ün yarısıdır. Bu da radiusa bərabərdir. Radius da deməli bərabər 4 kökdə 3'ün, yəni A kökdə 3'ün yarısına. Bu da eləyəcək 2 kökdə 3. Yəni doğru cavabımız D variantıdır. Deyir ki, təpə nöqtəsi 4-cü rübdə olsun. Təpə nöqtəsi əgər fx bərabərdir və yaxud y bərabərdir ax kvadratı plus bx plus c şəklindədirsə, burada m, yəni x0 mənfi b bölək 2a'dır. y0, yəni n də mənfi diskriminant bölək 4a'dır. 4-cü rüb deyirsə, deməli x-i müsbətdir, y isə mənfidir. İndi m tapaq, mənfi 2 vurulsun, k çıxaq 5 bölək 2. Burada bunlar ixtisar gedəcək. Amma mənfi qaldığına görə yerlərini dəyişməliyik. Yəni 5 çıxaq k müsbət olmalıdır. Deməli k 5-dən kiçik olmalıdır. M-dən bunu tapdıq. İndi n yerinə qoyaq, hesablayaq. Mənfi 2 vurulsun, k çıxaq 5'in kvadratı çıxaq 4 vuraq 1 vuraq k-nın kvadratı bölək 4. İndi bu da eləyəcək mənfi k çıxaq 5'in kvadratı plus k-nın kvadratı. Atsaq eləyəcəkdir k kvadratlar gedəcək 10k çıxaq 25 mənfi k da 2,5'dən kiçik çıxacaq. İndi k 2,5'dən kiçik 5'dən kiçik. Deməli ən böyük tam qiymət nədir? 2'dir. Baxırıq bu suala, düz prizmadır. Deyir, oturacağının diagonalları 12 və 16'dır. Olan rombdur. Prizmanın yan səthinin sahəsini verib hündürlüyünü istəyir. Rombda bilirik ki, D1 kvadratı üzərinə gəlsin. D2'nin kvadratı 4A kvadratına bərabərdir. Diagonalları verib bizə. 12'nin kvadratı üzərinə gəlsin. 16'nın kvadratı 400 eləyir. 4A kvadratı da A kvadratı 100 və A da 10'dur. Deməli, oturacağın perimetri 4 vuraq 10'dan 40'dır. Və S yan da bərabərdir. P oturacaq vurulsun H-a. İndi bizə də deyir ki, S yan 320'dir. Deməli, 40 vurulsun H-a bərabərdir.
Buradan da h 8'e bərabərdir. Yəni B variantı. Bizə bunu verib törəmədir. F törəmə -1 istəyir. İndi gəlin f(x)in törəməsini tapaq. Birincisi bərabərdir 1 bölünsün 2x plus 3 üstü 5'in törəməsinə. Bunda törəməsinin ona tərsi olacaq. Yəni 2x plus 3 üstü -5'in törəməsi olacaq. Bu da -5 bilir ki qabağa gedəcək. Vurulsun 2 vurulsun 2x plus 3 üstü qüvvətlə bir vahid azalır. Yəni -6 olacaq. İndi bunu da yerinə bunu da hesablasaq nə edəcək? -10 bölünsün 2x üstə gələk 3 üstü 6 yazaq da -6'dan Ləblazad olub 6 yazdıq. F törəmə indi -1'i tapırıq. Yəni yerinə -1 qoyuruq. -10 bölünsün 2 üstə gələk -2 üstə gələk 3 bölək 6. Bu da eləyəcək -10. Yəni doğru cavabımız Y variantı. Doğranı 5/2 olan ox kəsiyinin sahəsi 25 olan konusun tam səthinin sahəsini tapın. İndi burada S3 bucaq ABC-yə baxsaq, sahəsi nəyə bərabərdir? 2'də 1 vurulsun 5/2'nin kvadratı vuraq sinus alfadır. Bunda bizə 25 verib. Şimdi buradan da sinüs alfa bu 25, bu 25. Sinüs alfa 1'di. Sinüs alfa 1'dirsə buradan alfa, yəni sinüs nə zaman 1 alır 90 olan da alfa. İndi ox kəsiyi bərabər, yəni düz bucaqlı 3 bucaqdır. Ona görə 3 bucaq AOC-də deyə bilərik ki, deməli ACO bucağından CAO bucağı bərabərdir və 45 dərəcədirlər. Buradan da çıxır ki, AO ilə OC nədir? 5'dir. Yəni həm hündürlük, həm radius 5'dir. Bunu tapdıq. Əsas məsələ buydu. İndi S oturacaq bərabərdir pi r kvadratının, düzdürmü? Bu da eləyəcək 25 pi. S yanında bərabərdir pi r l. Yəni pi r olsun doğran. Bu da eləyəcək 25/2 pi. İndi S tam da bunların cəmidir. 25 pini çıxarsaq qalacaq 2/2 üzərinə gəlsin 1. Belə suallar düşmüşdü də, baxmışdıq digər illərin bloklarında və törəmə falan limit hamısı düşüb. Bunları da bir neçə gün əvvəl izahlarda baxmışdıq belə tip suallara. Deyir oğlanlar iştirakçıların, bütün iştirakçıların neçə faiz? Ümumi 200 iştirakçı var, 150'si oğlanı, bunu da 100'ə vururuq. İxtisar gedəcək 150 bölək 2 75. Bu suala baxaq. Bizə deyir ki ABC arada 3 sual unutmuşuq. Ona görə gəlin birinci bunlara baxaq. Sonra bucaq sualı ilə davam edərik. Bizə deyir ki, bunu A ilə ifadə edin. Biz B üstü B üstü 5 bölünsün altını yaza bilərik ki, B üstü 5'də 3'ün kvadrat şəklində. Bu da bərabərdir A üstü 1 bölək 4'ün kvadratı. Yəni bu da bərabərdir A üstü 1 bölək 2. Yəni C variantı. Deyir sisteminin həlli bu olsun. Bu x-dir, bu y-dir. Hər ildə demək olar düşür bloka gətirib yerinə qoymaq lazımdır. 2 vurulsun 2, çıxaq 3 vurulsun -3 bərabərdir A-ya. Yəni A 13'dür. 3 vurulsun 2, çıxaq 3 vuraq 4 B-dir. Yəni B-də -6'dır. Bu zaman doğru cavab A variantıdır. Baxaq belə bir suala. İndi bunu yazsaq, yazacaq ki 10 faktorial bölünsün 7 faktorial şəklində vurulsun 7 faktorial. Baxın bu zaman alacaq ki 8 vuraq 9 vurulsun 10. Təzədən bunu 7 faktoriala vursaq bu elə bizə 10 faktorial verəcək. Üzərinə gəlsin 225. Bu 100'ə tam bölünür. İndi biz sadəcə bunun qalığına baxmalıyıq. Bunun da qalığı yəni 200 tam bölünür 25 qalır. Yəni doğru cavabımız D variantıdır. Artıq bu suala keçə bilərik. Aha. Deyir ki, ABC və CD'yi kongruent bərabər tərəfli üçbucaqlardır. O və O bir də medianların kəsişmə nöqtəsidir. C nöqtəsi AY parçası üzərində BO 4/3-dürsə trapesiyanın orta xəttini tapın. Baxın bu şəkildədir şəklimiz. AO ilə BO bir-birinə bərabərdir. Yəni 4/3'dür. Və biz də bilirik ki, verilib ki, OAM də 30 dərəcədir. Bu zaman OM 2/3'dür. AM də bura 90 60 2/3 vururuq bunu. Eləyəcək 6. AM 6'dır. AC də AM'in kimisidir. Yəni burada 6 olduğundan
Bura ümumi olaraq 12-dir. İndi baxırıq AO, O1Y trapesiyasına. O1 ilə MM1 baxın bir-birinə bərabərdir. Deməli bura 12-dirsə, bura da 12-dir. AY də bərabərdir. 2 vurulsun 12-yə, yəni 24-ə. Orta xətt də bərabərdir, yəni L. 12 üzərinə gəlsin 24-ün yarısını, yəni oturacaqları cəmin yarısını. Bu da eləyəcək 18. 18 da Y variantı. Deməli, bu sual səhvən sonradan gəlib. Baxırıq bu suala. Bizə deyir ki, qiymətlər çoxluğunu tapın. Aha. Üstü ifadələr 10-cu sinif sualıdır. X plus 2 modulda 1, 2 hər halda 0-dan böyük bərabərdir. Bunu mənfi 5'ə vursaq, təbii ki olacaq mənfi. İndi bunu bir də 2-dən çıxırıq. Bunda deməli qiymətlər çoxluğu olacaq. Mənfi sonsuzluqdan 2 daxilə. Amma üstü funksiyalarda 0-dan müsbət sonsuzluğa qədərdir. Və bunu da ala biləcəyi görürük ki, ən böyük qiymət 3 üstü 2-dir, yəni 9-dur. Deməli, ümumiyyətcə ala biləcəyi qiymət 0 ilə 9 arasındadır, yəni A variantı. Aha, integrala aid bir sualdır. Fx bərabərdir. Bunu integralı alsaq demişdik ki, qüvvəti bir vahid artacaq və x plus 1'ə bölürük, yəni 6'ya bölürük. Bu da eləyəcək üzərinə gəlsin S. Bu da eləyəcək 2x üstü 6 üzərinə gəlsin S. İntegral izahımız da var və belə bir suallara da baxmışdıq. İndi baxırıq buna 9-cu hədd istəyir. Elə E'nin yerinə gətirib 9 yazırıq. A9'u tapırıq və yerinə qoysaq 5 vurulsun 9 üzərinə gəlsin 3 bölünsün 3 çıxaq 2 vuraq 9. Bu da eləyəcək mənfi 16 bölünsün 5. Yəni A variantı. Deməli, bunlar ya eyni adlı olmalı, yoğun tərəfləri paralel olmalı, ya da müxtəlif adlı. Yəni, biri digərindən 42 dərəcə kiçikdirsə, deməli, müxtəlif adlıdır. Və bunların cəmi də deməli, 180 dərəcə olmalıdır müxtəlif adlıların. Oradan 2x tapırıq ki, 138'dir və x də 69'dur. Bu kiçik bucaqdır, bizdən böyük istəyir, bu da eləyəcək 111 dərəcə. Deyir ki, hasilin sonuncu rəqəm 1'dirsə, m plus n cəminin ən kiçik qiymətini tapın. Bunu belə yaza bilərik. 3 üstü 16 vurulsun 3 üstü 5m vuraq 7 üstü 4 vuraq 3 üstü n. Yəni 7 üstü 3 üstü n. 3n daha doğrusu. Bunun son rəqəmi 3 üstü 4'ün son rəqəmi 1'dir. 16'ını 4'ə bölürük, qalıq 0'dır. Yəni 1 ilə bitəcək. Bu da 7 üstü 4'ün də son rəqəmi. Görsəniz ki 9 vuraq 7 3, 7'yə vururuq 1, 1. Deməli bu hasilin də son rəqəm 1 olmalıdır. Yəni 3 üstü 5m vuraq 7 üstü 3n'in deməli son rəqəm 1 olmalıdır. Bu zaman ya 3 ilə 7'dir, ya 7 ilə 3'dür, ya 9 ilə 9'dur, ya da ki 1 ilə 1 ola bilər. Şimdi bunlar 4'ə eyni qalıqla bölməlidir. Ya 1, 1, ya 2, 2, ya 3, 3. Baxsaq görərik ki 1, 1, 2, 1, 1, 2 qalıq, yəni eyni qalıq verməyəcək. Ya 1, 3 ola bilər, ya 2, 2, ya 3, 1, ya da 4, 4. Burada da görürük ki cəm ən kiçik 4 ola bilər. Yəni C variantı. Bizə deyir ki bunu həll edin. Gəlin baxaq. Aha. Burada yazacağıq ki buna bir t deyirik. T kvadrat üzərinə gəlsin. T çıxaq 2 böyükdür 0'dan. Belə ki x də böyükdür 0'dan. İntervallar üsulundan həll eləsək köklərimiz mənfi 2 ilə 1'dir. Burada müsbət, burada mənfi, burada müsbət. Bizə müsbət lazımdır. Bir dəfə bu aralığa baxırıq, bir dəfə də bura baxırıq. İndi baxırıq buna. Demişdik ki bunun əsasında 10 durur. Yəni buna görə x kiçikdir 0,1'dən, həmişə böyükdür 0'dan. Yəni bunu bilirik. Ya da ki 1'dən böyük olsa, bu zamanda əsasda 10 idi axı. X 10'dan böyük və 0'dan da böyük olmalıydı. İndi bunun ortaq kəsişmə yeri də olacaq Y variantı. Kompleks ədədləri də bir yerdə baxmışdıq. Gəlin bu suala baxaq. İndi bunu birincini yazırıq. Vurub açırıq daha doğrusu. 1 çıxaq 2i vurulsun 3 üzərinə gəlsin i bölə 2 çıxaq i. Vurub açsaq eləyəcək 3 çıxaq i üzərinə gəlsin. Çıxılsın. Üzərinə gəlsin i çıxılsın 6 üzərinə gəlsin 2 bölə 2 çıxaq i.
Yuxarıda qalacaq 5 vurulsun 1 çıxılsın i. Məxrəcdə də 2 çıxaq i. 2 çıxaq i. İndi bunun qoşulmasına vurmaq lazımdır. 5 vuraq 1 çıxaq i-ni vururuq qoşulmasını bunun. Yəni 2 plus i-yə. Məxrəcdə də 2 çıxaq i. 2 plus i. Burada müxtəsərlə 5. Yəni 1, 2 kvadratı mənfi 1-dir. Burada alınacaq 4 çıxaq i kvadratı. Bu da mənfi 1-dir. Gətirib yerinə qoysaq 5. İndi burada 5 qalır. Burada da 5 vurulsun. 1 çıxaq i vurulsun bu. Buna vurub atsaq 2 üzərinə gəlsin i çıxaq 2 i plus 1. 5-lər gedəcək və qalacaq ki 3 çıxılsın i. Yəni B variantı. Keçsək bu suala. Deyir ki, iki müstəvi arasındakı bucağın ölçüsü ola bilməz. Bu zaman kiçik, yəni qiyməti kiçik götürülür deyə x 90-dan böyük ola bilməz. Yəni x 90-dan kiçik olmalıdır. Yəni ola bilməz deyirsə bunları götürürük. 1, 4, 5. Yəni A variantı. Baxaq bərabərsizlik sualına. Bilirik ki, bu həmişə sıfırdan böyük bərabər olmalıdır. Üstü ifadələrdə də sıfır da ola bilməz. Yalnız mənası olması üçün bu müsbət olmalıdır. Görürük ki, diskriminant da sıfırdan kiçikdir burada. Və bu ifadə də müsbət olmalıdır ona görə. Sonra bura əsasən məxrəc sıfır ola bilməz. X fərqlidir 1-dən. Və x çıxaq 1-in kvadratı da olmalıdır müsbət. Düzdürmü? Bütün bunların hamısını nəzərə alsaq, yalnız burada bərabərlik halında ödənilə bilər. Yəni hamısı müsbətdir, düzdürmü? Baxın, bütün ifadələr müsbətdir. Bu da müsbət, bu da müsbət, bu da müsbət, bu da müsbət. Yəni hətta bu da var. Deməli bu zaman bu yalnız sıfıra bərabər ola bilər. Bu zamanda x-imiz, yəni modul x çıxaq 2 sıfırdırsa, x bərabərdir 2-yə. Yəni D variantıdır. Keçək növbəti suala. Gəlin üst bucaq çəkək. A, B, C. Deyir ki, B iti bucaq təpəsindən BD medianı çəkək. Median tərəfi 2 bərabər hissəyə bölür. AB 2-dir, BC də 2/2-dir. CBD bucağı, yəni bu bucaq da 30 dərəcədir. Bu bucağı da bir beta desək. Bizdən ABC-ni, yəni beta plus 30-u istəyir. 30 bərabərdir sual. Yəni betanı tapsaq kifayətdir. Buradan görünür ki, median demişdik ki, həm də bərabər sahələrə ayırır üç bucağı. Yəni SABD bərabərdir SCBD-yə. S də bərabərdir 2-də 1 AB sinus alfa. İndi bu zaman yazırıq ki, 2-də 1 vurulsun, 2 vurulsun, BD vuraq sinus beta bərabərdir 2-də 1 vurulsun, 2/2 BD vurulsun sinus 30. Buradan da sinus betanı tapırıq ki, 2/2 bölünsün 2. Buradan da beta 45 dərəcədir. İndi bizə də burada yerinə gətirib qoysaq, cavabımız eləyəcək 75 dərəcə. Keçək növbəti suala. Düz bucaqlı üç bucaq seçək. Və düz bucaqlı üç bucağın deyir ki, düz bucaq təpəsindən çəkilən hündürlüyü və tənböləni arasındakı bucaq 20 dərəcədirsə, böyük iti bucağını deyir tapın. Bu sual da məşhur sualda. Gəlin həm hündürlük, həm də tənböləni seçək. Bura 90-dır. Tənbələn olduğuna görə 45-45 böləcək. İndi burada ancaq deyir ki 20'dir. Deməli burada 25 olacaq. Burada hündürlük 90. Deməli burada 65'dir. Və burada 90 olduğuna görə burada olacaq 25 dərəcə. Bizdən böyük bucağı deyirdi 65 dərəcə. Baxırıq deyir parçada neçə həlli vardır. 1 çıxaq sinus x fərqlidir 0-dan və kosinus x də bərabərdir 0-a. Buradan alınır ki sinus x fərqlidir 1-dən və kosinus x də bərabərdir 0-a. Və bu parçada 3 dənə həlli vardır. Mənfi pi bölünsün 2, 3 pi bölünsün 2, 7 pi bölünsün 2. Yəni 3 həlli var. Keçək limit sualına. Bizdən bunu istəyir. Limit x yaxınlaşır pi bölək 8-ə.
deməli bu bərabərdir nəyə? 1 çıxaq, yerinə əvəzləsək, sinus kvadratı 4x əsas eyniliklə əvəzləsək, bunu da yaza bilərik ki, 1 çıxaq müxtəsərə əsasən sinus 4x vurulsun, 1 üzərinə gəlsin sinus 4x və bunu da bölə bilərik 1 çıxaq sinus 4x-ə. Bunlar gedəcək və ən sonda qalacaq 1 üzərinə gəlsin sinus 4x. İndi limit x yaxınlaşır pi bölək 8-ə 1 üzərinə gəlsin sinus 4x. Gətirib yerinə qoysaq alınacaq 1 üzərinə gəlsin sinus pi bölək 2. Bu da eləyəcək 1 üzərinə gəlsin 1, yəni sinus 90 dərəcə eləyəcək 1, 1 ilə 1-in cəmdə 2. Uyğunluğu müəyyən etməliyik. Gəlin baxaq bu suala. Birincisi sinus alfa hansı aralıqda yerləşir? Bilirik ki 0 ilə 1 aralığında yerləşir. İndi üzərinə 2 də gəlsək hər tərəfin sinus alfa plus 2 3 ilə 2 ilə 3 arasında yerləşəcək. İkincisinə baxsaq kosinus alfa da eynən 0 ilə 1 aralığında yerləşirdi. İndi hər tərəfdən də 1 çıxsaq, mənfi 1 ilə 0 arasında yerləşəcək. Gəlin yazaq. Üçüncüyə də baxırıq. Sinus alfa üzərinə gəlsin. Kosinus alfa bərabərdir. Kökdəkini çıxarırıq. Deməli, sinus alfa plus pi bölək 4. Yəni, sinus alfa ilə kosinus alfanın cəmi 1 ilə kökdəki arasında yerləşəcək. İndi gəlin ən böyük, ən kiçik qiymətlərini uyğunlaşdıraq. ƏBG, yəni ən böyük qiyməti deyir ki, kökdə 2 olsun. Göründüyü kimi 3-ə aiddir. Ən böyük qiyməti 3 olsun, 1-ə aiddir. Ən kiçik qiymət mənfi 1 olsun, 2-ə aiddir. Ən kiçik qiymət 0 yoxdur, yəni D boşdadır. Ən kiçik qiymət 2 olsun, bu da 1-ə aiddir. İkinci qrupun ilk 27 sualına baxdıq. Son 3 sual birinci qruplara düşmür deyə, yəni situasiya onlara baxmadıq. Növbəti videolarda görüşənədək.